Xoşbəxtlik sürən varsa, versin bir dövrdə mən sürüm. Heç kimə güvənmə. Evin balaca qızıdır, onu da mən alacam. Bəzi sürücülər avtomobilin şüşələrindən bu tipdə yazılar yazdırır. Müxtəlif stikerlər yapışdırır. Kimisi nəyisə reklam edir, kimisi diqqət çəkməyə çalışır. Bəzən isə hansısa sürücünün fikrini cəlb edən bu yazılar qəzalara səbəb olur. Gündəm Xəbər Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat ekspertləri bildirir ki, yol hərəkəti haqqında qanuna əsasən bu tip yazıların yapışdırılmasında hansısa məhdudiyyət yoxdur. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilib. Müraciət edən Xəzər TV-yə idarədən bildirilir ki, əgər üzərinə yazı yazılan nəqliyyat vasitəsi digər sürücülərin fikrini yayındırarsa, bu zaman müvafiq tədbirlər görülə bilər. Həmçinin də əlavə edilib ki, həmin yazılar sürücünün görünüşünü məhdudlaşdırarsa, bu qayda pozuntusu kimi qiymətləndiriləcək.